Tanınmış vəkil Fərhad Mehdiyevə ağır itki üz verib. Fərhad Mehdiyevin qızı Zəhra Mehdizadənin Bakı-Sumqayıt yolunda baş verən ağır yol nəqliyyat hadisəsində həlak olması ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. İlkin məlumata görə 17 yaşlı motosiklet sürücüsü nasaz avtomobilin dayandığı zolaqda maneəni vaxtında qiymətləndirə bilməyərək nəqliyyat vasitəsinə çırpılıb. Hadisənin detalları araşdırılarkən bir çoxlarını maraqlandıran əsas suallardan biri də bu yaşda motosiklet idarə etmək üçün sürücülük hüququnun hansı qaydada verilməsidir. 17 yaşında şəxs, 16-17 yaşında şəxs amir kateqoriya sürücülük vəsiqəsi ala bilər və nəqliyyat vasitəsinin həmin kateqoriya nəqliyyat vasitəsinin idarə etmə hüququ əldə edə bilər. Və əgər şəxsin nəqliyyat vasitəsi idarə etmə hüququ yoxdursa və onun hərəkətləri nəticəsində üçüncü şəxslərə zərər dəyibsə, təbii ki, o həmin inzibati xətaların məcəlləsinə əsasən məsuliyyət daşıyır, həm də digər şəxslərə vurulmuş zərər üzrə maddi məsuliyyət daşıyır. Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri nasaz nəqliyyat vasitələri ilə yola çıxmamağa, məcburi dayanma zamanı qanunvericilikdə nəzərdə tutulmuş vəzifələri düzgün və vaxtında icra etməyə, bununla yanaşı sürücülük hüququ olmayan şəxsləri sükan arxasında əyləşməkdən çəkinməyə, özlərinin və başqalarının həyat və sağlamlığına laqeyd yanaşmamağa çağırır. Leyla Səməndər, Yeni Azərbaycan TV.